Alo. Hazırdır. Cevap verme. İkinci. Musa. Hazırdır. Danışın. Beşinci. Busa. Ay Fersi, senden garaj Dördüncü. isteyen var, bize de 3. parkı ver. Bağışlayın mən. Laboratoriyanı verirəm. Axı siz... Ersol 3. parkı ver diyorum sana! Garaj Danışın. Danışın. Üçüncü. Buyurun. Firuze. Firuze. Beşinci. Danışın. Birinci. Gözlüğünü verirəm. Hə, nə oldu? Hazırlaş Firuze, səfərə gedirik. Danışın. Məzuniyyət verdilər? Gözleyin. Moskviç də üstəlik. Beşinci. Əzizim, Şen. Beşinci. Bircə yavaş. Beşinci. Bu saat çağırın. İkinci tehi verin. Haranı dediniz? Sen Buyurun. Laboratoriyanı. Eşidirəm bu saat. çağırıram. Gözleyin. Firuze, geç onun yerine. Cevap verin. Şahar. Danışın. Bu saat. Bir dəqiqə. De git. Danışın. Şaharla danışın. Danışın. Həmişəlik. Garaj. Dur. Cevap verin. Məşğuldur. Eşidirəm. Dördüncü. Bir dakika. Beşinci. Danışın. Cevap verin. Yedinci. Beşinci. Mehriban, Şahar cevap verin. İkinci. bircə dəqiqə düz, işin axırıdır. Yedinci. Gözleyin. Şaharla Bəli. danışın. Hazır. Garajım. Hazırdır. Bu saat. Reisi. Cevap Busa. verin. Hazır. Yedinci. Danışın. Körpünü neyleyirəm, aygır? Eşidirəm. Bağışlayın, mən burada təziyəm. Mənə dəxli yoxdur, tez olun 2. qurğunu verin. Alo. Xahiş edirəm, qışqırmayın. Şərənnəmə, tez ol 2. qurğunu ver. Eşidirəm buyurun. Alo. İkinci. Bu saat. Cevap verin. Beşinci. Garaj cevap vermir. Beşinci. Bağışlayın, bu saat taparım. Alo. Bəli. Dayan, kadrlar şöbesi verin. Məşğuldur. Başlarına hava gelip nedir? Danışın. Kadrlar şöbesi verin. Cevap Danışan verin. Çalalov'dur. 4. sekre reisi. Gözleyin. Bu nedir? Kamu tağdır uşağı başlasına Bir döndermişsiniz. dakika. Persizin birini oturtmuşsunuz orada. Şarkı Cemaati verin. ele salmışsınız. Hazırdır. Alo. İkinci. Yaxşı. Danışın. Hazırdır. Eşidirəm. Bin. Eşidirəm. Busa. Cevap verin. Hazırdır. Şaharla danışın. Danışın. Bir dakika. Busa. Yetkin. Aygır sahip etti. Laboratuvarını verin. Yana sahip etti. Alo Aygır, basın sunamı ver. Tez ol. Stansiyanı yakla. Bana daklı yoktur. Uşağı bahçası. Persizin biri persiz. Əziz ata, nənəm rəhmətə gedən gündən bu otaqda özümü elə tək tənha hiss edirəm ki, Her akşam ışıklar yanır, yüreğim bir seni anır. Harda olsam anam gözüm bakır, ey cavan
Əziz ata, məni zavoda telefonçu götürüblər. Elə bilirəm ki, bu işin öhdəsindən gələcəyəm. Mənə pul göndərməyin. Bu yaxınlarda birinci maaşımı alacağım. Bu saat. Cevap ver. Salam qızlar. Garajcı. Bir dakika. Gözleyin. Danışın. Reis meşguldür. Körpüdür. Reis meşguldür. 5. Cevap ver. Meşguldür. Elektrikçi. Bu qazanxana cavab Bir verin. dakika. Kalasını giy. Cavab Bu verin. sen. Bəli. 5. Körpü. Cevap ver. Gözləyin, məşğuldur. Cevap Alo. Bəli. Şehirle danış. 5. Yedinci. Bəli. Bəli. Buyurun. Bu sen. Gözleyin. Cemile, Alo. yerini ver Mehriban'a. Alo. Buyurun. Özün de yanımda otur. Şəhər məşğuldur, gözləyin. Kitabı at bir tarafa. Üçüncü, 5. Alo. hazırdır. Bəli. Danışın. Çağırıram. Danışın. 5. Danışın. Bu saat. Yukarıda. Qoy mən özüm. Dördüncü. Danışın. Danışın. Alo. Üçüncü, Çağırıram. laboratoriyanı verirəm. 5. Danışın. Şəhəri verirəm. Şəhərlə danış. Üçüncü, Alo. hazırdır. Dördüncü. Sizin nömrə cavab vermir. Şəhərlə danışın. Üçüncü dəfədir ki çağırıram. 5. Vallahi cavab An vermir. içmek lazım değil. Alo. Axı oynamır mı? Oynanmasın, kıyamet kopmaz ki. Körpülü. Məşğuldur, gözləyin. Bu dəqiqə. 5. Danışın. Üçüncü, Dedim ki, şəhərlə danışın. Dördüncü. buyurun. Hazırdır. Danışın. Elektrik 5. çeki. Cevap ver. Dincini al. 5. Məşğuldur, gözləyin. Dördüncü. Gözləyin. Bəli. Bəli. Hazırdır. Eşidirəm. Danışın. Buyurun. 5. Alo. 5. Bu saat. Alo. Danışın. Alo, cavab vermir. Hazırdır. Dincerim, size əvəz ederim. Gəl çörəyi. Sağ olun, gecələr yemirəm. Daha səhər açılır. Heç səhərlər də iştaham olmur. Qorxursan kökələsən? Hey fikirləşirəm. Bu qədər zəng hardan vurulur? Axı elə bil bu böyüklükdə zavodda bir kimsə yoxdur. Ancaq biz yarımca saat zənglərə cavab verməsək, onlar bizim bu xırdaca yuvalardan çıxar. Zavodun həyətində o baş bu başa qaçar. Biri-birini axtarar, ürəyini boşaldar. Axı bilmirlər hirslərini kimin üstünə töksünlər. Yox, onlar nəzakətli də olurlar. Hə. İstədikləri adam tapılmayanda yalvarırlar ki, axtar tap. Olar mən oturum? Danışın. Kaş mən hər gün gecə növbəsində olaydım. Ne üçün? Çünki gecələr şəhərdən az zəng vururlar. Bir də ki, 4-cü sexin rəisi deyəsən axı bu vaxtlar zavoda gəlmir. Üçüncü kimdir burada? Budur, gəldi. Kimdir üçüncü? Sən istəyir. Üçüncü mənəm. Ben dördüncü sexin reisiyim. Mən burada təzəyəm. Yəqin onlar da təzə gələndə çaşırdılar. Ancaq bugün, yəni həmin bu gecə elə yaxşı işləmişəm. Mən bu sənəti çox sevirəm. Bizim uşaqlar işləri çarpaş salmışdılar. Hirsimi tökmeye adam aktarırdım. Sizdeki... Bir sözle gelmişim sizden üzr isteyeyim. Adınız nedir? Mehriban. Mehriban. Güzel addır. Ben de... Zakirem.
Üçüncü, dizel hazırdır. Danışın. Nömrəniz cavab vermir. Üçüncü, kim lazımdır? Siz, Başa düşmürəm. səsiniz də adınız kimi mehribandır. Kimi istəyirsiniz deyin. Heç kəsi başa düşə bilmədim. Məni bağışladınız ya yox? Burada olsaydınız və mən görsəydim sizi, cavabınızı gözlərinizdən oxuyardım. İndiki susursuz hökmən görüşməli olacağıq. Lazım deyil, mən bağışladım sizi. Mən bugün gözləyirəm. Bu axşam 8-də funikulyorun yanında. Yox, yox, yox. Özü də gecikməyin. Gəlməyəcəm. Mən gözləyəcəm sizi. Üçüncü, körpünü verirəm. Danışın. Üçüncü, getməyəcəm. Qoy gözləsin. Getməyəcəm. Mənə nə? Üçüncü, hazırdır. Danışın. Heç vaxt. Getməyəcəm. Qoy gözləsin. Üçüncü, danışın. Bu odur. Sən həmişə ona öz kədərini, sevincini qızmısan. O ki sənin xəyal dostundur. Baş telefonçu eşidir. Yoldaş Simzar, kızlar yuxuludur, nedir? Cəmilə, onu əvəz elə. Yaxın gəl görüm. Sənə nə olub? Bilmirəm, Bəlkə xəstələnmisən? bilmirəm. Qəribə qızsan. Get, Hara? evə. Daha gəlməyim. Niyə ki? 7-ci. Sabah biz 2-ci növbədəyik. Hazırdır. Çox sağ olun. Buyurun. Ay! Mənə bax, yoxsa yuxu görürsən, nədir? Özü də bayaq kimi. Ne için gelmişti? Kim? 4. sexin reisi. O əvvəlcə üzr istədi. Dedi ki, o gün işləri düz gətirməyib. Nəsə çaşbaş düşmüşdü. Axırda da adını soruşdu. Elə bu. Hı? Hə. Belə. Gəlin təhlillə başlayaq. Əvvəla o üz istəyib təqsiri boynundan atdı. Burada bir həqiqət var. İkincisi o sənin adını soruşdu. Yəqin ki öz adını da sənə dedi. Hə? Hə. Yaxşı, sonra nə oldu? De bir görüm. Heç nə. Bu işdən heç gözüm su içmir.
Gecikmeyin. Sizi gözleyeceğim. Saat 8'de. Gözleyeceğim. Yaxşı layihədir. Dayanıram. Fəhlələrə də qənaət eləyirsən. Hə, de görüm bizim qoca ustalardan istifadə eləyəcəksənmi? Bu haqda fikirləşməyə vaxtım olmayıb. Hə? Deyəsən, heç mənimlə də danışmağa vaxtın yoxdur. Professor, mənim layihəmdə hər şey ölçülüb biçilmişdir. Darıxırsan bacı qızı? Təbrik edirik Mehriban. Ne olur ki? Tap görək. Talih senin yüzüne gülür Mehriban. Yine öyle danışır ki güya edebiyat enstitüsünü çoktan bitirmiştir. Ne olub? Bu nə qiyamətdir? Mehribanı ştata keçiriblər. Gözümüz aydın. Necə? Güya bu işi özü düzəltməyib. Danışın. Məşğuldur, göz çağırırım. Üçüncü. Axı ne üçün susursunuz? Eşidirəm sizi. Təqsirkarım. Sizi xəbərdar edə bilmədim. Mən ki getməmişdim ora. Növbəniz nə vaxt qurtarır? Bir saatdan sonra. Eğer işiniz olmasa zəng vurmayın. Bilirsiniz, tez-tez çaşıram axı. Növbədən sonra sizi gözləyirəm. Gözləməyin. Gəlməyəcəm. Üçüncü. Danışın. Cevap verin. Siz nə amansızsınız? Ben size demiştim ki gelmeyin. Bugün də gəlməyin. Bugün de gelmeyin. Yaxşı. Nə deyim, qoy siz deyən olsun. Mehriban! Siz ki söz vermiştiniz. Bəzən insanlar bir şey düşünür, amma başqa şey deyil. Ben ne düşünmüşemse onu demişim. Məni bağışlamamısınız. Mən hələ heç kəsdən üzr istəməmişəm. Sizdən istəyirəm. Öyleyse ne için benden üzr istediniz? Bilmirəm. Məncə sizdə nə isə var. İcazə verin sizi ötürüm. Nə üçün gözləriniz belə kədərlidir? Axı, niyə siz məndən qaçırsınız? Heç olmasa bir söz deyin. Geceniz xeyrə qalsın.
Neyse demek istirdin ana. Ha? Onu mən nə vaxt görəcəm? Axı kimi? Mənə hər şey məlumdur. Sirrinizi bilmeyince sizden el çeken değilim. Bugün de olmazsa sabah ya bir suyun danışacaksınız. Eğer demeseniz elə bileceğim ki görüşleri qəsdən uzadırsınız. Elə isə gəlin indi danışın. Mən doğulduğum gün anam rəhmətə getdi. Deməli bir nənəm qaldı, bir də atam. Bununla da düz gəlmədin. Eybi yoktur. Elektrik mühendisine her yerde iş tapılar. Pulu vaxtında göndereceğim. Məsələ pulda deyil, Odrey. Uşağı da yanına salıb, bu dağ mənim, o meşə sənin gəzirsən. Qoy mənim yanımda qalsın. Axı o körpədir. Ona baxmaq, onun nazını çəkmək lazımdır. Yok ana. Senin için çetin olar. Aparacağım. Mehriban. Yine bayırda oturmuşsan. İçeride tek korkuram, orada kimse var. Böyümüşsən, daha məktəbə getməlisən. Atacan, ben sonunda oraya kim pişirir? Buradaki lağla da düz gelmedin be. Hər dəfə atam yerimizi dəyişəndə mən qorxurdum. Axı heç kəsə isnişməyə imkan tapmırdım. Tək tənha oynayırdım. Öz-özümlə danışırdım. Sen yine de fikirlisən. Niye dinmirsən? Bu tiplə də mənimki tutmayacaq. Yox, buradan da gedəcəyəm. Görürəm, yine bir yerde karar tutabilmirsən. Məndə taksir yoxdur. Biraz da otur. Gedirəm. Kızım burada yoldadır. Gönder gitsin eve. Evdə tək qala bilmir, qorxur. Gedirik Mehriban. Gitmirəm. Benim buradan hoşum gelir. Onda qal, mən getdim. Həyatım qırıq-qırıq xatirələrdən ibarətdir.
İllər boyu bu təkərlər mənə laylay dedi. Atamın ağır xasiyyəti bizi didərgin salmışdı. Çoxlu çaylar, dənizlər, şəhərlər gördüm. Bu dəfə də Baltik dənizinin sahilinə, Riga şəhərinə köçdük. Tanış ol, sənin anandır. Daha bir evde tek kalmayacaksın. Derslerini hazırladın? Bəli. Onda gel biraz kes. Həmişə əvvəl onunla görüşürsən. Onu məndən çox istəyirsən. Bu ne sözdür? O ki uşaqdır. Ana olanda bunu başa düşersin. Bilirsən ata, səndən bir xahişim var. İcazə ver gedim nənəmin yanına. Bakıya. Təzədən Bakıya qayıtdınız. Nə vaxt görüşəcəyik? Daha danışmağa sözüm yoxdur. Amma mənim sözüm çoxdur. Sabah saat 8-də gözləyəcəyəm. Funikulyorun yanında. Gözləməyin. Amma qorxurdum ki, sözünüzün üstündə durub gəlməyəsiz. Mən gəlmişəm sizə deyim ki... Siz məni daha gözləməyəsiz. Bu ışıqlar niyə elə yanıb sönür? Onları təhlükəli yerlərdə qoyurlar ki, gəmilər oradan gəlib keçməsin. Üçüncü. Hazırdır. Danışın. Üçüncü. Hazırdır. Danışın. Yaxşı, danış. Sənə nə olub? Necə ki? Yedinci. Elə bir işıq saçırsan. Yoxsa sevincini gizlədirsən? Biz ki paxıl adam deyilik.
Qorxursan ki, sevincini əlindən alarıq? Sevinirəm ki, məni daha damlamırlar. Üçüncü, Alo. hazırdır, 4-cü. cavab vermir. Danışın. İkinci qurğunun operatoru harda ola bilər? Nə bilim, divarlar ki, şəffaf deyil. Bağışlayın, mən operatoru tapa bilmirəm. O sənə nə dedi? Təkrar edə bilmərəm. Alo. Eybi yoxdur, adət elərsən. Danışın. Heç bunu adət etmək olar. 4-cü. Yaxşı, bu qurğu operatorunu harda tapmaq olar? Axı deyirlər, avariya ola bilər. Hara yerini bilirsən? Dayan özüm axtarıram. Bura ikinci qurğudur. Tez olun, ölçü operatorunu tapın. Ona deyin ki, 17-ci krana qətiyyən toxunmasın. Hələ orada bir nəfər növbətçi qoyun. Sizin qonşuluğunuzdadır. Yoxsa nə ola bilərdi? Partlayış. Başa düşürsənmi bizim zavodda partlayış nə deməkdir? Niyə belə fikirlisiniz? Mənim heç kəsə xeyrim dəymir. Adi bir telefonçuyam. Niyə elə danışırsınız? Əgər siz telefonçu olmasaydınız, onda mən sizin üstünüzə çığırmazdım, sonra üzr istəməyə gəlməzdim və sizi görməzdim. Siz gülürsüz. Bilirsiniz, mən hardasa oxumuşam ki, Antarktikanı fəth etmək hamıya nəsib olmur. Axı ya sizdə körpələrə laylay demək, yaxud telefonçu da olmaq lazımdır. Bu gülməlidir. Yox. Sizə qibtə edirəm. Böyük bir sexi idarə edirsiniz. Siz isə bütün zavodu əlinizdə saxlayırsınız. Mən ki zavoda bələd deyiləm. Birisi öz yerində olmayanda bilmirəm onu harda axtarım, harda tapım. Kör kimiyəm. Yaxşı, el edərəm ki, gözləriniz açılar. Təzyiqi azaltmalıyım. Üçüncü dəfədir telefona qaçıram. Bəyəm orada, lap yuxarıda telefon qoymaq olmaz? Fikrimcə olar, qeyd elə. Yoldaş Cəlalov, qəbul eləmirlər, eşidirsiniz, qəbul eləmirlər. Xoş görmüş. Bu bizim təhlükəsizlik mühəndisidir. Bu qəşəng qız kimdir? Necə ki? Bu mənim şagirdim. Vəssalam. Onu gələcək təhlükələrdən qorumaq lazımdır. Bu təhlükəsizlik mühəndisinin borcudur. Nə qədər deyirəm, başa salıram, heç qulaq da asmaq istəmir. Bəs sizin müdiriniz hardadır? Ezəmiyyətdədir. Mən əvəz edirəm. Mən sizi ilk dəfə görürəm. Həm də sonuncu. Kənar adamlara bura gəlmək olmaz. Mən kənar adam deyiləm. 4-cü sexin rəisiyəm. Nə olsun ki?
Yaxında mənim çeximdə böyük dəyişiklik olacaq. Bu o deməkdir ki, sizinlə sonuncu dəfə görüşmürük. Bunu nazik kağıza köçürün. Bir dəqiqə. Burada sizin texin tüstüsündən nə işləmək, nə də nəfəs almaq mümkün olur. Ged operatora de ki, sobalara fikir versin. Gene tüstü alemi götürüp. Onlar orada niye oturuplar? Məhəbbət səyahətinə çıxıblar. Amma mən öz məzuniyyətimi kosmosda keçirəcəyəm. Özü də işıq sürəti ilə uçacağam. Mənim üçün bu arılıq 30 gün, yazıq Rəhim üçünsə azı 30 il çəkəcək. Galina, yine de onunla dalaşmısan? Mən Rəhimlə heç vaxt dalaşmıram. Mən onu ancaq tərbiyə edirəm. Sən necə, Zakirlə görüşürsən? Hə? Necə yəni görüşürük? Gedək Cəmilə. Dayanın qızlar! Dayanın! Siz məni başa düşmədiniz. Mən onsuz da bu sirri sizə açacaqdım. Bütün zavodu qoşa gəzdilər, bunların sirrinə bir bax. Axı o mənə kömək edir. Bir baxın. Ay qorxaqlar! Afərin Mehri. Çox vaxt biz bilmirik ki, kimi harda axtaraq. Amma burada bütün sexlərin əlaqəsi göstərilmişdir. Görün, bu vaxta kimi heç birimizin ağlına gəlmir. Mən də bəzi adamların görüşdüyü yerlərin müfəssəl sistemini çəkəcəyəm. Özü də zavodun işləri ilə əlaqədar olmayan görüşlər. Bir görüm axşamlar tək qalanda nə edirsən? Dərs oxuyuram. Mən hələ 10 illiyin imtahanlarını verirəm. Cavab məni tamamilə qane etdi. Bəs sən necə? Məni də qane etdi. Ne gördün orada? O biri yola gedək. Birden yadıma düştü ki tek kalanda korkursuz. Artıq buna alışmışam. Ne için qonağı içeri dəvət eləmirsiniz? Yoksa məndən qorxursuz? Səni çoxdan tanıyıram Zakir. Sən çoxdandır ki bu otaqda yaşayırsan.
öz evindir. Sen dedin ki bu benim evimdir Mary. Bilmirəm yuxu görürəm yoxsa... Mənim üçün yuxu deyil, Zakir. Çökçöşləri xidmətçi ilə də göndərmək olardı. Cızma qaranızda anlaşılmaz yerler var. Bazen izahatinize ihtiyaç olur. İzahata ehtiyac olanda zəng vurun gəlin. Her şey ölçülüp biçilmiştir profesör. Köhne borular içinde lazımi yer tapmış. Bəs bizim bu qoca ustalar üçün necə? Axı 40 ildir onlar burada işləyirlər. Bilirsiniz mi Hə. profesör? Burada yeraltı kabeller paralel gedecek. Görəsən bu qoca ustalar yeni texnika ilə ayaqlaşıb gidəcəklər. Daha bunun mənə dəxli yox. Bak, burada transformator koyacağıq. Aha, Bütün bu sahə isə bizim əsas nasosxananın yeridir. Yaxşı. Bəs bizim yerimiz harda olacaq? Yola çalalım. Kadrlar şöbəsinə müraciət edin. bu işlə özün meşgul ola bilməzdin. Əş, öz işim lap bura gedərdi. Zakir, sən kişilərlə necə danışırsan? Buna cavabdır. Baxın, mən onlara nə dedim ki? Gəl. Yerə gəkin. Bağışla Mehri. Səni unuttum. Amma mən qocaları unuda bilmirəm. Bilirsən Mehri? Hər kəs öz işlə məşğul olmalıdır. Mənim fikrimcə, hamının qayğısına qalmaq lazımdır. Üçüncü, Cəlalovu. Yaxşı. Smeta layihə şöbəsindəndir. Onlar sənin sxemini böyüdüblər. Ged al getir. Çox minnətdaram. Əlinizin işi də özünüz kimi qəşəngdir. Yaxşı baş işlətmisən. Bu sxemi özün təkcə çəkmisən? Yox, kömək ediblər. Kim? Baş telefonçu Simuzər və daha bir nəfər. Hər gün səninlə zavodu gəzən oğlan? Hə, o mənə kömək edir. Yoxsa onunla biraz əyirsən? Axı o nə deməkdir? Neçə yaşın var? 18. Çox nahaq yerə özünü tülkülüyə vurursan. Sizi başa düşmürəm.
Yəni siz nə demək istəyirsiniz? Başa düşənəcən iş işdən keçər. Cavab vermir Cəlalov. Yaxşı, indi bir də çağırıram. Səni tez-tez Smeta Layihə şöbəsindən istəyirlər. Bu niyə səni təəccübləndirir? Bu şöbə ilə əlaqədar olduğum mənim sxemimdə qeyd edilməyib. Sən ki bilirsən, bu saat mənim çeximdə yeni qurğu tikilməkdədir. Elə isə sxemimdə düzəliş edərəm. Çağır onu görüm nə deyir. Yeni çox şeyi başa düşə bilmirəm. İşin axırıdır. Sabah başa salaram. Axı, siz deyirdiniz təcili işdir. Mən qalıb işləmək istəyirəm. Bəlkə elə indi gələsiz. Nəyi başa düşmürsünüz? Bəzən boruların ölçüsü düz gəlmir. Heç bir səhv yoxsuz. Ne üçün? Təzyiqin artması için borular daralmalıdır. Daha nə? Bəlkə bu sxemə baxasız. Nəyi başa düşmürsünüz? Bu borunun içi ilə soyuq məhlullaşır, bununla isti. İsti soyuyur, soyuqsa istiləşir. Daha sualınız var mı? Xeyr. Təşəkkür edirəm. Bağışlayın ki, sizi ləngitdim. Kızım bir zəng vurub Fyodor Stepanişi çağırmanmış. Çağırıram. Bu sənsən Fyodor Stepaniç? Bəli, mənəm həkim. Necə bilirsən Fyodor Stepaniç? Belə bir gündə, belə zamanda 17-18 yaşında qızın qəm yeməyə haqqı varmı? İndi düzü bu vəziyyətə baxın. Əgər imtahandan kesilibsə, 2 alıbsa, onda biraz kədərlənə bilər, ancaq gerək cəld kitablardan yapışsın. Əgər kitablar yanındadırsa, o zaman kədərlənməsin. Onun gələcəyi var. O ki qaldı bizə, biz daha yola axıra vurmuşuq. Düz deyil. Bizim axşam məktəbində yaşlı adam çoxdur. Mənə bax, həkim, heç eşitmisən telefonçu özü söhbətə qarışsın. Ağlabasan sözdürsə qoy desin. Siz təhsilinizi artıra bilərsiniz. Təcrübəsi olan adamlar nəzəriyyəni asan qavrayır. Axı ay qızım, o təzə maşınlar haqqında nəinki kitab, heç təlimat da yoxdur. Mən sizin üçün nə lazımdırsa taparam. Bu da bizim zəmanə gənciləri. Ona məsləhət vermək istəyirsən, amma o sənə ağıl öyrədir. Qızım, bəs sənin adın nədir?
Mənə belə gəlir ki, bu qəşəng qızın adı Mehribandır. Adı da Mehribandır, özü də. Gəl. O qız yenə səni axtarır. Bəli. Bəli, professor. Axşama sahəni təmizlərik. Necə bugün? Əgər mümkünsə sabah. Təşəkkür edirəm, professor. Kişilərin hamısı vəfasızdır. Nə olur? Tanımırsan? Bizim Zakirə oxşayır. Amma o qız qətiyyən bizim Mehribana oxşamır. Üçüncü. Çağırıram. Bircə dəqiqə. Üçüncü, danışın. Üçüncü, hazırdır. Üçüncü, laboratoriyanı verirəm. Bir dəqiqə. Üçüncü, ikinci qurğunu verirəm. Üçüncü, danışın. Üçüncü, hazırdır. Üçüncü. Bəli, mənəm. Kimi istəyirsən? Bəs niyə soyuq danışırsan? İşim çoxdur, kimi istəyirsən? Deyirəm sənə nə olub? Biz hökmən görüşməliyik, Mehri. Bəlkə daha lazım deyil. Danışın. Sənin dediyin kitabları gətirmişəm. Qoy qalsın katibənin yanında. Üçüncü, dispetçerin yanında iclas var. 15 dəqiqədən sonra zəng edin. Üçüncü, Sizdə Mehriban adında bir telefonçu qız var. mənəm. Salam mənim qızım. Danışan Zakirin anasıdır. Salam. Budur biz səninlə uzaqdan uzağa tanış olduq. Xahiş edirəm Mehriban, bu axşam hökmən bizə gəl. Nə olub ki? Heç bir şey qızım. Zakirin atası ilə evlənməyimizin 30 illiyidir. Güman edirəm əzizim, sözümü yerə salmazsan. Bir də əvvəl-axır mən səni görməliyəm ya, yox? Eşitdin? Gözləyirik. Yoldaş Cəlalovu olar. Bu saat baxaram. Danışın. Şəhər hazırdır, danışın. 7-ci, ikinci qurğu hazırdır. 5-ci. Buyurun. Burada yoxdur, ancaq sizin üçün bir neçə kitab qoyuyor. Hazırdır. Busa. Danışın. Ha, gerek kolumuzu çırmaya yapıyordu İspaniş. Salam Süreyya xanım. Təbrik edirəm sizi.
mehribandır. Bunu necə başa düşək? Adı mehribandı, yoxsa özü mehribandı? Amma biz tanışıq. Axşamın xeyir. Hə, məncə oyun qutardı, təslim ol. Adam heç vaxt təslim olmamalıdır. Mirəliyev Qulam. Bu da ki, mənim peykimdir. İnanma kızım, bu özü benim peykimdir. Buyurun süfreye. Taksirkarların sağlığına. Qoy onlar 300 ildə yaşasınlar. Sağ olun, minnətdarıq, sağ olun. Mehriban, bəs sən niyə içmirsən? Uşağa elə şey öyrətmə. Onu da bilin ki, hər işin çətini ilk addımdır. Axı o harda ola bilər? İçək Zakirin sağlığına. Məncə bu daha münasib olar. Üzünə tərifləyəndə çaşır. Gecdir, atanamı təbrik etməliyəm. Onları birlikdə təbrik etmək olmaz. Zarafat eləyirsən. Zarafat eləmirəm. Hələ də mənim buna haqqım yoxdur. İcazə sən çox ucadan danışırsan. İstəyirsən çığırım. Bu saat hamıya deyim ki, mən xoşbaxt olmaq istəyirəm. Maraqlıdır. İnandım. Çığırmasan yaxşıdır. Nə deyirsən? Aparırsan məni evinizə? Sən qocaların arasında darıxarsan Zərengiz. Gəl burada qalaq. Getməliyəm. Ata-anan səni bağışlar. Bəs sən? Mən yox. Gedirsən. Səni ötürürəm evinizə. Mən evə getməyəcəm. İcazə verin. Yox. Üzr istəyirəm, bağışlayın. Məyər Zakir sənə deməmişdi ki, bugün axşam bizim əziz günümüzdür? Mən neçə gündür ki Zakiri zavodda görmürəm. Yoxsa küsümüsüz? Yox. O çox məşğuldur, ya tikintidə, ya sexdə. Axşamlar da professorla işləyir. Dünən axşam professor gildəydik. Zakir orada yox idi. Sevgi naminə. Bilmirəm 20 il buna necə dözmüşəm, ilk gündən zəhləmə aparıb. Onların bir sirri var, elə ki sözləri çəp düşür. Qulam 20 il bundan qabaq qoşduğum mahnını mələk üçün oxuyur. Gəlin onlar dalaşdılar. Dalaşdılar. Buna ehtiyac yox. Günlerin birinde vuruldum yaman, bir ala gözlünün, bir şirin sözlünün, bir melek yüzlünün oduna yandım. Bir gün kaplarında, bir gün kaplarında Heyli dayandım. Gelmedi, gelmedi. Düşündüm ne söyledim, onun kalbine değdi. Gelmedi, gelmedi. Yüreğim severdim, gözlerim görmeseydi.
Bir bahar akşamı rast geldim ona. Tuttum şirin dile, dedim güle güle. Sen bundan böyle ilgarım andı. Bir gün kaplarında, bir gün kaplarında eli dayandı. Gelmedi, düşündüm ne söyledim onun. Bugün Mehri bizim qonağımızdı, mənim və atanın. Bağışla Mehri, mən özüm çağırmalıydım. Amma Süreyya xanım zavoda zəng Yüreğim vurmuşdu. severdim. ana, Gözlerim bağışla, vacib işim vardı. Bizimkindən də. gelmedi. Mən gərək bura gəlməyəydim. Elə bildim anana sən demisən. Yaxşı ki, səhərə yaxın evə gəldin. Səni təbrik edirəm. Bu qız ata-anana gözəl hədiyyədir. Arzu edirəm ki, siz də öz 30 illiyinizi belə keçirəsiniz. Bu hər işdə tələsir. Axı bizi heç toya dəvət etməyiblər. Canım, gençleri utandırmayın. Özləri həll edərlər. Biz seninle danışmalıyıq. Lazım deyil. Yaxşı qızlar, sağlıqla qalın. Demək gəldi gələcək. Vidalaşmalıyıq. Nə olub ki? Yola düşürük, insta qəbul olundum. Firuzə də toy səyahətinə çıxmağa hazırdır. Sağ olun. Gəlin qızlar. Sağlıqla qal. Sağ olun. Bilirsən, sən gəlib ya yox. Biz maşınla dalda gedir. Bu qızlar təzədir. Birini sənə verirəm Mehriban. Şəfiqəni də mən götürürəm. Bir dəqiqə, Ha? biz yola düşürük. Vidalaşmaq istəmirsiniz? Yaddaşım xarabdır. Kim olduğunuzu xatırlamıram. Bizim yaddaşımız yaxşıdır. Əvvəl bizə qonaq gələrdiniz. Tez-tez bizə zəng vurardınız. Sonra daha tez-tez layihə şöbəsinə. Bunun sizə dəxli yoxdur. Bəlkə də. Ancaq Mehribanın dostları siz düşündüyünüzdən qat-qat çoxdur. Üçüncü, laboratoriyanı verirəm. Laboratoriya hazırdır, danışın. Üçüncü, bu saat hazırdır. Mehri, sənin sxemini böyütməyə vermişdik. Yadındadır, nə oldu? Bəlkə də hazırdır. Elə isə get gətir. Onun zilə təzə qızları öyrədək. Yaxşı. Səndən bir xahişim var. Nə xahiş? Nə olar, get layihə şöbəsindən mənim sxemimi gətir. Sən özün niyə getmək istəmirsən? Mən təzə qıza kömək edirəm. Bilirsən Mehri, nahaq yeri bizdən gizlədirsən. Sənə düşmən deyil ki. Başa düşmürəm. Səni Zakirlə görüblər. İndi isə o başqasıyla görüşür, bildin? Bağışlayın. Simuzər yenə o çörçoru istəyir. Mənim sxemimi. Sən elə bilirsən o bura sxem üçün gəlib?
Bilmək istəyir ki, sən niyə buradasan? Özün desənə. Bağışla Zakir, mane oldum. Ancaq qapını elə ört ki, şişələr sınmasın. Sən niyə dinmədin? Hünərin çatmadı? Məni heç vaxt sevməmsən. Sən necə mən də elə? Ocaqçını ver. Sizdən idarəni istəyən var. Ocaqçını! Necə yəni qaraj? Tez ol, kadrlar şöbəsini ver görüm. Nömrəniz cavab vermir. Bir dəqiqə, Gözləyin. körpünü verirəm. Danışın. Köhnə hamam, köhnə tas. Nə olub ki? Yenə də cəmaata hədə qorxu gəlirsən. Elə bilirdim hər şeyi unutmuşsan. Sonra gəlib ondan üzr istəyəcəksən. Onu tinlərdə gözləyib axtaracaqsan. O da elə biləcək uşaqlıq illərinin xəyal dostusan. Onda onun sadəlövhlüyünə güləcəksən. Hamı ilə belə rəftar etmək olmaz. Adam başqalarına lazım olduğunu biləndə, lap böyük sex rəisi yox. Adi telefonçu olsa da, onu heç bir hədə qorxutmur. İndi kiminlə danışmaq istəyirsən? Kadrlar şöbəsi ilə ya ocaqçı ilə? Ancaq səninlə. Mən hələ heç vaxt, heç kəsi sevməmişəm. Yadındadır, məni evinə buraxdın. Dedin ki, öz evindir. Amma mən getdim. O gün mən başa düşdüm, gördüm ki, sənin kimi saf deyiləm. Lazım deyil Zakir. Deyəsən, sən məni kiməsə bənzətmişdin. O sən deyildin. Onu mən özümdən uydurmuşdum. O mənim xəyalımdı. Bəlkə bir gün xəyal dönüb həqiqət oldu. Xəyal yuxu kimidir. Adam axırda ayılır. O əriyir. Heç olub gedir. Danışın. Hazırdır. Qızlar, gedin istirahət edin. Sizi əvəz edərəm, klubda yaxşı şənlik var. Ay, çox sağ ol, Mehriban. Mehriban. Bayaqdan bir kişi heç sizi soruşur. Zakirdir. Nə qədər deyirik ki, inanmır ki, burada yoxsan. Bəs siz burada tək qalacaqsınız. Mən burada özümü tək hiss etmirəm. Ara belə! Yenə də bu nasos net vurmur. Haberi yoxdur, yuxarıda hepimiz var, telefonumuz var. Bu kimin ağlına gəlib? Üçüncü, danışın. Mehriban, sağ ol. Laboratoriyanı verirəm. Bu dəqiqə. Ay, çox sağ ol Mehri. Danışın. Çox sağ ol, Mehriban. Bu dəqiqə hazırdır. Danışın. Mən səni görürüm, amma məncə sən hamıdan mehribansan, qəşəngsən. İkinci qurğunu verirəm. Kimsən? Mən xəyaləm, Mehri. Bu yeganə təsadüfdür ki, xəyal həqiqətdən çirkindir. Əgər sən istəsən, mən dönüb həqiqət olaram. Əgər istəsən, Mehri, mənim imkanım olsaydı, hamıya deyərdim ki, sizin hər birinizin daxilində bir mehriban mürgüyür. Onu oyadın. O sizə qanad verər. O sizi xoşbaxt edər. Üçüncü.
Hazır. Danışın.